Böyük şəhriyə qardaşımızla xüsusən atlı qüvvələrdə uzun illər xidmət eləmişəm. Eyni qrupda xidmət eləmişəm. Əfsanəvi taburda xidmət eləmişik. Xidmət boyunca düşmən arxasında bir neçə döyüş tapşırığında iştirak eləmişik. Düşmən dərinliyində alnı açıq, cəsarətli tapşırıqlar yerinə yetirmişdir. İxtisası da kəşfiyyatçı ixtisası idi. Bir dənə bölməni idarə eləmək üçün mütəxəssis lazımdır, kəşfiyyatçı. Xəritəni bilən, savadlı, hər cəhətdən qrupu, taboru mühasirədən və yaxud da döyüşdən alnı-açıq çıxardan. Və onun da biri Quliyev Şəhriyar qardaşımız idi ki, o ixtisasa sahiblənmişdi. Çox savadlı, peşəkar bir kəşfiyyatçı idi. Həm üçtənatlı qüvvələrdə xidmət eləmək, həm kəşfiyyatlı ixtisasına sahiblənmək hər adama qismət olmur. O da Quliyev Şəhriyar qardaşıma qismət olmuşdu. 44 günlük aprel döyüşündə belə düşmən özünüz bilirsiniz də neçə illər torpaqlarını işğal eləmişdilər. Demək olar ki, aprel döyüşü bir açar idi. 44 gün Vətən müharibəsinin bir açarı idi. Aprel döyüşündə də yüzlərlə düşmənin canlı qüvvəsini məhv etmişdilər və Quliyev Şəhriyar qardaşımız aprel döyüşündə iştirak eləmişdi. 44 gün Vətən müharibəsində Füzuli istiqamətində Qaraxanbəyli kəndində bizim əfsanəvi tabur ilk taburlardan olub ki, orada neytral sahəni yarmışdılar. Orada da özünüz bilirsiniz ki, hər addım minalanmış sahə keçilə bilməz ərazilər. Bizim Quliyev Şəhriyar qardaşımız əfsanəvi taburla çiğsinə orada düşmənin yüzlərlə canlı qüvvəsini məhv etmişdilər, texnikalardan çıxartmışdılar. Və Quliyev Şəhriyar qardaşımızla oktyabr 18-i Cəbrayılda son görüşümüz oldu. Oktyabr 18-i. Bunlar öndən gəldilər, düşərgəyə istirahət üçün gəlmişdilər. Qardaşımızın da belə deyək də, planda olunan bir tapşırıq oldu. 2 saatdan sonra bunlara xəbər gəldi, istiqamət üzrə hərəkət eləmək lazımdır. Orada yenə döyüş xəritəsi verildi Quliyev Şəhriyar qardaşıma və orada yarım saat ərzində xəritə üstündə işlədilər və xəritəni qatladı, qoydu. Formasının cibinə hərəkətə başladılar. Ayın 19-cu günü bunların şəhid olmağını yenə deyirəm ki, mən şəxsən bugünkü gözümə inana bilmirəm ki, biz əfsanəvi taburun belə döyüşçülərini itirdik. Çünki o qədər ağır tapşırıqlar, müharibələr görmüş insanlar idilər. Mən şəxsən deyirəm ki, Qarabağ ordenli yox, Vətən müharibəsinə layiq olan bir döyüşçü idi. Allah rəhmət eləsin cəmi şəhidlərimizin ruhu şad olsun. Valideynlərin başında baş əyirəm. Allah səbir versin.